Sen vay vay sen. İmam-ı Ali ibn Abi Talib aleyhisselam buyurur ki: "A'qalun nas anzaruhum fil avaqib." Allah buyurur ki, cəmaatın ən ağıllısı o adamdır ki, işlərin nəticəsinə çox nəzər salar. Həm öz işinin nəticələrinə, həm bu tarixdə yaşadığı mühitdə ki, proseslər baş verir, hadisələr baş verir, onların nəticəsinə çox baxar. Əvaqib, yəni aqibət, aqibətin cəmi. Aqibətlərə baxar. İnsanların aqibətinə baxa, işlərin aqibətinə baxa, padişahların, hər hansı bir işlərin və şəxsiyyətlərin aqibətinə nəzər salır. Bu, onun ağlından xəbər verir. Nə qədər o insan ki, işlərin nəticəsi ilə ölçülsə özün, nəticə. Ticarət də bu cürdür. Bəzidən var, ticarət eləyir, amma bilmir ki, mən ziyandayım, o üçün aqibətinlə bilmir, axı nə olacaq. İşlər də bu cürdür. Həzrət Əli buyurur ki, cəmaatın ən ağıllısı odur ki, işlərin nəticəsin onun üçün maraqlı ola və ibrət ala. Həzrət Əmir Aleyhisselamın paş ruhuna salavat edir. Allahümme salli